mətbəxdə vəziyyət necədir? Mənə elə gəlir ki, əladır həmişə olduğu kimi. Çünki artıq birinci Natiq sənin hazırladığın məlumat ver. Deyəsən, tam hazırdır da. Az qalıb hazır olmalı. Az qalıb. Dəqiqələr qalıb ki, 5 dəqiqəyə hazırlar. narı ilə, soğanı ilə bildirçin hazırdır. Bildirçin, nar, soğan ilə, bəli. Bəli. Gözəl, gözəl. Az sonra... Gözəl də görkəmi var. Elə görkəmi bilirsən ki... Bəs bunu sən hazırlamısan da. Bu belə olmalıdır Natiq. İndi baxaq görə Seymurda necədir vəziyyət? Bəyənilsin, sosunu gözəl, görkəm. Bu bizim yeməkdə hazırdır, ləvəngimiz artıq hazırdır. Bu nə sirdir ki, sən həmişə belə deyək də, sobada pişirirsən, amma Natiq tavada. İndi gələn səfər mən keçəcəm ora ocaq yeməyinə. Bilirsiniz də, indi soyuq havada biz içəridə işləyirik. İnşallah havalar qızsın, gözəl yaz, yay fəslində biz həyətdə işləyirik. Onsuz da görüblər də bizi. Ocaqda bəli, çox izləyənlərimiz çox olubdur. İndi inşallah yenə yerimiz dəyişərik gələn həftə. Deməli, tavada da, sobada da hazır olan, ləvəngimiz də hazırdır, eyni zamanda bizim bildirçin də hazırdır. Dəqiqələr qalır ki, süfrəyə təqdim edəsiniz. Bir də bizi bir Qırğızstandan yazıblar mənə. Qırğızstandan. Bəli. Sən rus dillisən, Qırğızstandan. Yox. O yazını mən elə oxumuşam. Bişkek şəhərindən Xəyal Abbasov bizi izləyirlər oradan. Salam Baxan göndərirəm. gözləri var olsun. Salamlayıram hamısının, həmkar yoldaşlarımız da oradan bizi oturub Azərbaycanı izləyirlər. Eşq olsun deyirəm. ARB-ni bütün dünya izləyir. Odur ki, baxan gözləriniz var olsun. Deməli, bu ləziz təyamları əldə etmək üçün nə inirlər? Beyləqan Aləvi restoranımıza gəlsinlər. Harada yerləşir? Neftçilərdən Bakıxanova gedəndə. Başlanov qəsəbəsində Bəli, yerləşir. Bakıxanov qəsəbəsində yerləşir. Telefon nömrəsi? 070 221 1013 nömrəsinə zəng edib rezerv etsinlər, gəlsinlər gözəl yeməklər, təndir, ocaq yeməklərindən yesinlər. Qiymətlər, bəli, qiymətlərimiz münasib və gələn qonaqlarımıza meyvə və samovar çayı mürəbbəli hədiyyədir bizdən. Eşq olsun deyirəm. Sağ olun. Əla, Təşəkkür edirəm. əla. Az sonra gözləyək.